sual var ki, mamə şəkilsindən sonra hansı şəkilsi gəlsə, məsdər formasında çıxış edir. Bax, mamədən sonra nə yazsaq, mamə məsdər formasında çıxış edir. Biz də bilirik ki, ma şəkilsi amonim şəkilsidir sunar. Bir, inkar şəkilsidir. Hamımızın bildiyi. Oxu təsdiqdədir, oxuma inkardadır. Oxu təsdiqdir, oxuma artıq nə olacaq? İnkar. Bir, leksik şəkilsidir. Feildən isim düzəldir. Vurmaqdan vurma, vurma əməli. Bölməkdən bölmə, nə? Bölmə. Düzdür, dondurmaqdan dondurma, nə? Dondurma. Biri də var. Bəzi hallarda, bəzi məqamlarda məsdər şəkilsi. Bəs indi sizə sual verirəm. Ma şəkilsindən sonra nə gələrsə, hansı şəkilsi gələrsə, həmin maməni mən məsdər şəkilsi kimi qəbul edəcəm. Nə gələrsə? Sən məsuliyyət deyirsən. Əsmər. Xəbərlik. Sən Əsmər xəbərlik dedi. Rami. Uşaqlar, yadınızda saxlayın. Mamə şəkilsindən sonra s, mənsubiyyət şəkilsi gələrsə, bu zaman biz onu məsdər şəkilsi qəbul edəcəyik. Onun oxumağı da deyə bilərəm, burada məqmək də yaza bilərəm və yaxud da onun oxuması da deyə bilərəm. Bax, bunu da məsdər kimi qəbul edə bilərəm. Getməyi də deyə bilərəm, bu da məsdərdir. Amma getməsi də deyə bilərəm, bu da mənim üçün məsdərdir. Yadınızda saxlayın, mamə şəkilsindən sonra mənsubiyyət şəkilsi gələrsə, bu zaman biz maməni məsdər şəkilsi kimi qəbul edəcəyik. Yaxşımı? Danışmağı da deyə bilərəm, amma danışması da deyə bilərəm. Yadınızda qalır.